Salam hörmətli izləyicilər, siz AZİ xəbərin növbəti buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində görkəmli alim, Azərbaycanın neft kimyası elminin banilərindən biri olan akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir universitetin Kitabxana İnformasiya Mərkəzi və Kimya Texnologiya Fakültəsinin birgə təşəbbüsü ilə keçirilib. Tədbirin əvvəlində alimin həyat və irsinə həsr olunmuş video çarx nümayişi olunub. Tədbirdə universitet rəhbərliyi və elmi ictimaiyyətin nümayəndələri iştirak edib, Yusif Məmmədəliyevin Azərbaycan və dünya elminə verdiyi mühüm töhfələrdən, onun irsinin müasir kimyanın inkişafında oynadığı roldan danışıblar. Tədbirin sonunda iştirakçılara akademikin həyat və fəaliyyətinə həsr olunmuş kitab və nəşrlərdən ibarət sərgidə təqdim olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində universitetin məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə neft geologiyasının əsasları mövzusunda infosessiya keçirilib. Tədbir geologiya sahəsində təcrübəli mütəxəssis Anar Süleymanov tərəfindən aparılıb. Tədbirdə Anar Süleymanov iştirakçılara neft geologiyası elminin əsas prinsipləri, yataqların formalaşması, geoloji kəşfiyyat üsulları və müasir yanaşmalar haqqında ətraflı məlumat verib. Tələbələrin sualları cavablandırılıb və sahə üzrə praktiki biliklərin əhəmiyyəti vurğulanıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Özbəkistanın Daşkənd şəhərində QS Qlobal Reyting Agentliyinin təşkilatçılığı və Mərkəzi Asiya Universitetinin ev sahibliyi ilə keçirilən QS Avrasiya forumunda iştirak edib. Forum çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Mərkəzi Asiya Universiteti arasında qarşılıqlı akademik və elmi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş anlaşma memorandumu imzalanıb. Sənədə əsasən professor müəllim heyəti və tələbə mübadiləsi, birgə tədqiqat və təhsil layihələrinin hazırlanması və icrası, eyni zamanda elmi nəticələrin birgə nəşri, konferanslarda iştirak, həmçinin akademik materialların mübadiləsi kimi istiqamətlərdə əməkdaşlıq olunacaq. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində görkəmli şair, xalq yazıcısı Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş Hər misrada bir ömür adlı tədbir keçirilib. Universitet rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova tədbirdə çıxış edərək görkəmli şairin yaradıcılığının Azərbaycan ədəbiyyatında əvəzsiz rolundan söz açaraq şairin irsinin anılmasının onun xalqımıza verdiyi dəyərlərin bir daha xatırlanması baxımından önəmli olduğunu bildirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü Elbrus Kəlbiyev və Kitabçılar Birliyinin rəhbəri Esmira Abdullayeva çıxışlarında şairin zəngin yaradıcılığı, milli mənəvi dəyərlərin təbliğində rolu və ədəbi irsinin bugünün gəncləri üçün əhəmiyyəti barədə fikirlərini səsləndiriblər. Tədbir universitet tələbələrinin ədəbi bədii çıxışları ilə davam edib və Bəxtiyar Vahabzadənin zəngin irsinə bir daha işıq salınıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin tələbələri Ayşə Mustafazadə və Orxan Yusifli World komandası ilə birlikdə Roma şəhərində keçirilən Fibonacci International Robot Olimpiad 2025 yarışmasında mühüm uğur əldə ediblər. World komandası 2 kateqoriyada ölkəmizi təmsil edib. Komanda 2 kateqoriyada yüksək rəqabət şəraitində biri 17, digəri isə 16 komandanın yarışdığı qruplarda liderlik göstərib. 2 nominasiyada birinci yeri qazanaraq Azərbaycan və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin adını beynəlxalq arenada zirvəyə yüksəldib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Əcnəbi Tələbələr Şöbəsinin müdiri Səbinə Əliyeva Gürcüstanın Batumi Şota Rustaveli Dövlət Universitetinə səfəri olub və həmin universitetin nümayəndələri ilə görüşüb. Səfər çərçivəsində iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, elmi tədqiqatların birgə aparılması və beynəlxalq layihələrdə iştiraka dair müzakirələr aparılıb. Səfər müddətində universitet nümayəndəsi Batumi Şota Rustaveli Dövlət Universitetinin 90 illik yubiley tədbirində də iştirak edib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov sabah qruplarının birinci kurs tələbələri ilə görüş keçirib. Tələbələrlə görüşdə rektor sabah qruplarının yenilənmiş konsepsiyası, tətbiq edilən müasir tədris yanaşmaları, həmçinin proqramın tələbələr üçün yaratdığı akademik və inkişaf üstünlükləri barədə ətraflı məlumat verib. Görüş zamanı sabahın yeni modelinə daxil olan praktik yönümlü dərs məzmunu, fənlərin yenilənməsi, şəffaf müəllim seçimi mexanizmi, eləcə də performans qiymətləndirməsi və keyfiyyət təminatı sistemlərinin tətbiqi vurğulanıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetinin təşkilatçılığı ilə ənənəvi karyera sərgisi keçirilib. Sərgi qlobal şirkətlər, sənaye liderləri və sahə peşəkarlarının yuxarı kurs tələbələri və məzunlarla bir araya gətirib. Tədbir UFAZ-ın icraçı direktoru Dosent Vazi Əsgərovun açılış nitqi ilə başlayıb. O, sərgi haqqında məlumat verdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Dosent Rüfət Əzizov qonaqları salamlayıb və universitetin fəaliyyəti, əldə olunan nəticələr barədə təqdimatla çıxış edib. Rektor bildirib ki, bu cür sərgilər müəssisələrlə yuxarı kurs tələbələrinin bir araya gəlməsi üçün əlverişli platformadır. Rəsmi hissədən sonra sərgi zonası tələbələrin ixtiyarına verilib. Sərgini ziyarət edən 500-dən çox tələbə və məzun onları maraqlandıran suallara cavab alıb. Əmək bazarının cari tələbləri, ixtisas yönümlü layihələr, iş və təcrübə imkanları ilə tanış olublar. Sərgi ilə paralel olaraq müxtəlif mövzularda informativ sessiyalar keçirilib. 29-30 noyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetində qabaqcıl süni intellekt və maşın öyrənmə tətbiqləri hakatonu keçirilib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Startap və Texnologiya Transfer Ofisi şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən hakaton Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və UFAZ tələbələri üçün təşkil olunub. 2 gün davam edən hakatonda komandalar təcrübəli mentorların dəstəyi ilə layihələrin inkişaf etdiriblər. Münsiflərin qərarına əsasən birinci yerin qalibi AI Strikers, ikinci yerin qalibi Navy, üçüncü yerin qalibi isə Smart Screen komandası olub. Qeyd edək ki, qalib komandalar müvafiq olaraq 2500, 1500 və 1000 manat məbləğində mükafat qazanıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində üzvü maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının təşkilatçılığı ilə Nəzəriyyədən Təcrübəyə adlı 3-cü qida festivalı keçirilib. Festivalda çıxış edən Kimya Texnologiya Fakültəsinin dekanı Professor Sevinç Məmmədxanova və üzvü maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasının müdiri Professor Fariz Əmirli universitetdə artıq 3-cü dəfə təşkil olunan qida festivalının tələbələrin həm nəzəri, həm də praktiki biliklərinin birləşdirilməsi baxımından olduqca önəmli olduğunu deyiblər. Sərgi çərçivəsində tələbələrdən ibarət komandalar Azərbaycanın müxtəlif bölgələrini təmsil edən milli yeməklər hazırlayaraq bu bölgələrin kulinariya ənənələrini əks etdirən təqdimatlar ediblər. Tədbirdə həmçinin əcnəbi tələbələr də öz ölkələrinə məxsus kulinariya nümunələrini nümayiş etdiriblər. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində həyata keçirilən natiqlik sənəti və kommunikasiya bacarıqları layihəsi çərçivəsində növbəti təlim baş tutub. Bu dəfə layihənin qonaq təlimçisi teleaparıcı Vüsalə Səid olub. İnteraktiv formatda keçirilən təlim zamanı düzgün və səhv tələffüz nümunələri üzərində müqayisələr aparılıb. Nitqin təsir gücünü artıran texnikalar izah olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji Kəşfiyyat Fakültəsinin tələbələri hidrogeologiya və mühəndis geologiya fənni çərçivəsində Badamdarın aktiv sürüşmə zonasında açıq sahə mühazirəsində iştirak ediblər. Tələbələr real geoloji şəraitdə süxur quruluşlarını və sürüşmə proseslərini yerində müşahidə edərək praktiki biliklərini daha da artırıblar. Sahəyə aparılan xüsusi avadanlıqlar vasitəsilə süxurların fiziki mexaniki xassələrinin təyini üzrə praktiki ölçmələrdə həyata keçirilib. Birləşmiş Krallığın London şəhərində Qlobal Rating Agentliyinin təşkilatçılığı ilə QS Reimagine Education 2025 konfransı keçirilib. Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən dosent Elviz İsmailov və magistraturanın süni intellekt ixtisasının birinci kurs tələbəsi Nərmin Məmmədova iştirak ediblər. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tədbirdə Hellwiz layihəsi ilə təmsil olunub. Sözü gedən layihə QS Reimagine Education müsahibəsinin shortlist mərhələsinə seçilərək beynəlxalq auditoriya qarşısında təqdim edilib. QS Reimagine Education 2025 konfransı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İordaniyanın Tətbiqi Elmlər Özəl Universiteti arasında qarşılıqlı akademik və elmi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş anlaşma memorandumu imzalanıb. Sənədə əsasən tərəflər professor-müəllim heyəti və tələbə mübadiləsi, birgə tədqiqat və təhsil layihələrinin hazırlanması və icrası, həmçinin elmi nəticələrin birgə nəşri, konfranslarda iştirak, akademik materialların mübadiləsi kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Balaxanı Operating Company arasında bu ilin əvvəli imzalanan anlaşma memorandumuna əsasən tərəflər tələbələrin sənayeyə yararlı bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə növbəti təlimini təşkil edib. Bu dəfə auditoriyada Hasilat şirkətinin İctimai Əlaqələr şöbəsinin müdir müavini Günel Həsənova çıxış edərək natiqlik və kommunikasiya üzrə yumşaq bacarıqların əhəmiyyəti barədə danışıb. Təlim zamanı tələbələr press-relizlərin tərtib olunması, foto və video materialların seçilməsi, uğurlu media planının hazırlanması ilə bağlı tövsiyələr alıblar. Bununla da bu həftəlik AZ Xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.